Hello, bu gün səyahətə gedərkən makyaj çantamda nələr aparıram deyə video paylaşıram. Gömrükdə bizi yormasınlar deyə kiçik qabda tonalni, 2 dənə suya həsrət puqa, dırnaqlarım hər an qopub məni rüsva edə biləcək ehtimalına qarşı dırnaq kleyi, 2 dənə günəş kremi, sanki Maldivə uçuram, bir dənə məsamələrimi örtmək üçün baza, bir dənə heç bir şey yaramayan tuş, parlamaq üçün highlighter, sonra parıltını gizlətmək üçün pudra, aldıqdan sonra ömür yoldaşınıza çevrilən və heç vaxt bitdiyini görə bilməyəcəyiniz balmın ənliyi. Eramızdan əvvəl AliExpress-dən sifariş etdiyim dodaq karandaşı ilə Miss Dyson-in dostluğunu görürsünüz. Amerikadan sifariş etdiyim adını bilmədiyim pomada. Nizaminin xəmsəsindəki xeyir kimi suya həsrət 2 dənə fırça, heç bir şey yaramayan qaş geli, sadə bir göz karandaşı, üzümdə olan kisəpkinin yanına üçüncü çıxmasın deyə üz yuma geli, saçımın həyatdakı məqsədi sadəcə yağlanmaq olduğu üçün bir ədəd quru şampun, çox pul verdiyim üçün hələ də kisəsində saxladığım əl kremim və hər vurduqda "Oyda, səndən nə gözəl iyi gəlir" deyə eşitdiyim ətrim.